Niyə görə mənim sosialım kəsildi? Niyə mənim yoldaşım işdən çıxarıldı? Mən Şamaxı rayonunun sakini Bəkirov Adil Kazımoğlu. Mən müraciətim buradan ölkə rəhbərinə. Hörmətli Mehriban xanım, hörmətli cənab prezident, mənim müraciət etməyimin səbəbi imkansızlıqla dolanacağımın çox çətin vəziyyətdə olmasıdır. Dəfələrlə mən aidiyyatı qurumlara və Şamaxı şəhər icra hakimiyyətinə və dost mərkəzlərinə və Sosial Müdafiə Nazirinə müraciət etməyimə baxmayaraq, mənim bu ölkədə müraciətlərim və şikayətlərim təmin olunmur. Ötənən cənab prezident, hörmətli Mehriban xanım, mən bir vətəndaş olaraq bu ölkədə yaşamaq hüququm var. Çox təəssüf ki, mən vətəndaş olaraq çox çıxılmaz vəziyyətdəyəm. Hal-hazırda mənim xəstəm var. Bir xəstəm dərmanın hansı pulla alır? Necə yaşayım? Mən bir vətəndaş olaraq bu ölkədə yaşamaq hüququm var. Bugün Sosial Müdafiə Nazirində olan özbaşınalıqlar bizim kimi vətəndaşları çıxılmaz vəziyyətə qoyub. Mən nə etməliyəm? Necə yaşamalıyam? Bu dərmanları hansı pulla almalıyam? Nə üçün mənim sosialdan təmin olunmuram? Niyə görə mənim sosialım kəsildi? Niyə mənim yoldaşım işdən çıxarıldı? Mən 170 manatla 5 baş ailəni, hörmətli Mehriban xanım, hörmətli cənab prezident, necə dolandırım? Mən oradan Milli Məclisə oturan insanlara səslənirəm. Niyə mənim balalarım ac qalmalıdır?